Salam. Ailəsində problem yaşayanlar üçün baxacaq, ümumiyyətlə nə olacaq? Boşanma mı olacaq, yoxsa barışıq, hər şey düzələcəkmi? 4 variant. Bir, iki, üç, dörd. Ailəmdə vəziyyət necə olacaq? Buyurun seçin. Birinci variantdan başlayırıq. Ailədə vəziyyət necə olacaq? Ər çıxır burada, həyat yoldaşı. Çox özündən razı adamdır. Özünə arxayın adamdır. Ailədə vəziyyət necə olacaq? Bu qədər soyuqluq var hal-hazırda. Bilirsiniz necə? Hər kəs çalışır ki, qalib olsun bir növ. Elə bil ki, evlilikdən, münasibətdən daha çox sanki bir mübarizə var aralarında, aranızda sizin. Necə olacaq münasibətlər? Bilirsiniz necə? Həm siz hesab edirsiniz ki, onda isə çatışmamazlıqlar var, nələrsə kifayət qədər eləmir. Mən həmişə narazıyam. O da sizə qarşı elə düşüncədədir. İncili həddindən artıq çoxdur. O qədər qəlb qıran sözlər deyilir ki, sanki hər kəs bir-birinin çatışmamazlığının üzünə vurur ki, özü biraz da olsa yuxarı qalxsın. Həm öz gözündə, həm qarşı tərəfin gözündə. Bəs ailədə münasibətlər necə olacaq? Heç ailə qalıbdır ki, ortada. Heç qalmayıbdır ortada ailə deyilən bir şey. Sanki bir kağız var sadəcə. Bəs düzəldə bilərlər mi? Düzələcək mi? Ümumiyyətcə yox. Əslində istəyirlər. Yəni istəyirsiniz belə deyim. Kimsə istəyir ki, düzəlsin. Amma elə bir vəziyyətdir ki, sanki mümkün deyil. O tüpük dirənib. Davam eləyəcək münasibətlər. Davam eləyəcək. Ailə davam eləyəcək ən azından zakonla. Amma sanki elə qəlb qırıqlıqlar var ki, onları düzəltmək sanki o qədər çətindir, o qədər... Yəni bu münasibətlər bundan sonra bir... Sadəcə ürəyində ağrılar, qorxular, nəyisə xatirinə nəyisə eləmək. Sadəcə istəmirlər dağılsın və bir tərəf çox bağlanır və dağılmağını istəmir. Sonra nə edəcəm? Gələcəyin görə bilmir çünki bu münasibətlər siz bu ailəsiz. Rəsmi olaraq ailə durur. Amma çalışın bu münasibətləri bərpa edin çünki artıq kartlar deyir ki, belə şeyin sonu yoxdur. Yəni bunun sonu yoxdur. Ola bilər, bəli, indi davam eləyəcək. Hətta toçuna. Artıq elə bil ki, emosiya olaraq bir-birlərin itəliyirlər bu insanlar. Heç bir şey yoxdur, heç nə yoxdur. Emosiya adına da agresiya falan belə yoxdur. Yəni, sadəcə qəlb qırılır. Mən daha nə deyim ki, daha üstə çıxım. Bax, sanki bir çəkişmə. Belə bir şey. İkinci varianta keçir. Ani bir dəyişim görünür.
Hı -hı. Вот. Kimsə tərəflərdən biri, ola bilsin ki, işlə bağlı, ola bilər ki, təhsillə bağlı çox şey ola bilər. Ani bir qərar və ani bir dəyişiklik gözlənilir. İnsan planlarını dəyişdirə bilər və burayla əlaqəni kəsib harasa getmək və yaxud da bir işlə əlaqəni kəsib nəsə eləmək və konkretlə məsələni qoyacaq ki, mən bunu istəyirəm, bunu eləyirəm. İki variant seçim arası. Bax, belə bir şey və siz belə vəziyyətdə olacaqsınız. Dəyişkən. Nə olacaq deyə bundan sonra. Və başlayırsa söhbətlər, dava qırğınlar. Tərəflərdən biri adətən, baxın, xanımlar olduğuna görə deyirəm, kişi öz-özünə qapanır və daha müzakirə belə eləmək istəmir bu məsələnin qərarını. O xanım çox məyusdur, siz əgər qadınsızsa, nə edəcəyini bilməz bir vəziyyətdə. Biz barışıq ola bilərmi? Barışıq olacaqmı ailədə? Bilirsiniz necə? Nəsə konkret bir qərar var. Kimsə yer dəyişdirir, kimsə arasa gedir, kimsə nəsə iş dəyişdirir, bilmirəm, nəsə dəyişdirir. Konkret bir qərar var. Və bunu eləməkdə qəti qərarlıdır. Bunu eləmək istəyir. Boşanmaya gedən söhbətlər görünür sadəcə. Fakat boşanma görünmür. Amma münasibətlər dirənib. İnsan nəinki özü getmək istəyir, çünki mənim işimdir və ya təhsilimdir, həm də getmək istəyir, çünki istəmir bu ailəni, bu münasibətləri. Və xanım çox əziyyət çəkir. Münasibətlər bərpa oluna bilər mi? Hə, o gedəcək, mən gözüm yox. Bilirsiniz necə, o gedəcək. O və yaxud da dediyi neyəsə eləyəcək. İndi çox adam baxır da və siz onu gözləyə qalacaqsınız və rəsmi boşanma yoxdur. Siz onu gözləyə qalacaqsınız, o dediyini eləyəcək. Bu qədər. Üçüncü varianta keçirik. Artıq demək olar ki, böyük skandal, dava ya artıq olub, ya da olacaq. Necə olacaq ailədə vəziyyət? Ayrılıq olubdur. Ola bilər evdə böyük skandal, dava. Bəzilərində hətta rəsmi boşanma belə olubdur və xanım çıxıb gedib bir növ. O, kim baxırsa da, o gedib. Yəni tərəflərdən biri gedib. Ola bilər ki, yəni uzaq bir yol, yəni o evdə deyil artıq da, bax belə bir vəziyyətdəsiz. Amma o demək deyil ki, gedib və rahatdır. Çünki o getdiyi yerdə də rahatçılıq tapmır. Əgər kim gedibsə, siz gedən tərəfsə, siz özünüz deyilsə qarşı tərəf. Yəni sığmır olduğu yerə, rahat deyil, çox narahatdır. Yox, münasibətlər, belə deyim mən sizə, bəli o gələcək, ya siz aparacaq, ya siz danışacaqsınız, bilmirəm artıq necə və
ailə münasibətləri, yəni bir sözlə davam eləyəcək, dağıntı falan görünmür burada. Narahat olmayın, əgər siz evdən getmişsiniz və oturub gözləyirsiniz, depressiv haldasınız ki, necə olacaq, nə olacaq, gəlib məni aparacaqlarmı? Bu müvəqqəti haldır, yəni barışıq olacaqdır sizdə. İndi siz çox sıxıntı çəkirsiniz, nə edəcəm, nə tər eləyəcəm, bəlkə gəlib aparmadılar və yaxud da əsər çox vəziyyət ola bilər də. Çünki tərəflərdən elə biri o evdə deyil artıq. Amma barışıq olacaq, narahat olmayın, ola bilər biraz çox gözləyəsiniz. Amma çalışın, sakit durun və onu əsəbləşdirəcək, qısqandıracaq heç bir hərəkət eləməyin. 4-cü variant keçirik. Ailədə münasibətlər necə olacaq? Bilirsiniz necə? Sanki bir tərəfin daha çox xanım kimi görünür burada. Marağında başqası var. Necə xəyallarında, fikirlərində başqası var. Daha çox xanım kimi görünür. Elə bil ki, soyur. Münasibətlərdən falan soyur. Əgər bu sizsizsə, özünüz bilirsiniz ki, artıq sizsiz. Çünki ona başqası artıq daha maraqlı görünməyə gəlir. Yəni, onunla bir uğur görür və yaxud da o adamı uğurlu insan kimi görür ki, mənim həyatıma gəldi. Ailədə vəziyyət necə olacaq? Və çalışır, çarpışır elə bir ki, getsin onun yanına. Bilmirəm, bu ya siz, ya qarşı tərəf. Bir tərəf bu ailə münasibətlərindən tamamilə ruh olaraq, duyğu olaraq çəkilib və marağında başqası var və getmək istəyir onun yanına. Bütün gün onun xəyallarındadır. Kimsə ayrılmaq istəyir, boşanmaq istəyir, münasibətləri bitirmək istəyir. Sanki bu rəsmiyyət onun üçün bir yük kimi. Dediyim kimi, 3-cü adam var burada fikirlərdə, niyyətdə, ruh olaraq, duyğu olaraq, hissiyat olaraq. Marağında deyil, onun ailədə baş verən hər hansı bir şey. Yaxşı, bəs boşanma falan olacaq, yoxsa olduğu kimi qalacaq, necə olacaq? Burada açıq aydın fiziki olaraq xəyanətdə görünür. Yəni, başqası ilə görüşmək, yatmaq, durmaq, özünüz başa düşürsünüz də necə bir fiziki xəyanətdən söhbət gedir. Rəsmi boşanma yoxdur, sadəcə başqası ilə münasibət var və əməli başlı münasibət var. Nə bilim, danışıram, görüşürəm, sevirəm, başqasını sevirəm, mən ürəyim başqasına aiddir ki, belə bir şey. Bu ya siz, ya qarşı tərəf. Əgər qarşı tərəfsə, indidən ehtiyatınızı götürün, çox ehtiyatlı olun. Əgər bu ailənin dağılmağını istəmirsinizsə, çünki insan duyğu olaraq bağlanır o tərəfə. Təşəkkür edirəm izlədiyinizə görə, eləlik, sağ olun.